Efendim şimdi Türk dünyasına uzanacağız. Azerbaycan'a ardından Kazakistan'a ve Özbekistan'a gideceğiz. İlk durağımız Azerbaycan olacak ki Bayraktar Kızılelma'da Azerbaycan'ın gündeminde. Bayraktar Kızılelma Sinop açıklarında gerçekleştirilen testte havacılık tarihinde görüş ötesi hava füzesi kullanarak jet motorlu bir hava hedefini vuran dünyadaki ilk insansız savaş uçağı oldu. Dünya bu tarihi başarıyı konuşuyor. Azerbaycan basını da başarıya geniş yer verdi. Peki Azerbaycanlı uzmanlar bu gelişmeyi nasıl görüyor? Muhabir arkadaşımız Fatih Avanos konuyla birlikte işte bu başlıkları değerlendirecek. Hemen sözü kendilerine bırakalım. Geçtiğimiz ay Azerbaycan'ın Gebele kentinde Türk Devletleri Teşkilatı liderleri bir araya gelmişlerdi ve bu zirvenin sonunda Cumhurbaşkanı İlham Aliyev'in bir açıklaması da dikkat çekiciydi. Bundan sonra önümüzdeki yıldan itibaren Türk Devletleri Teşkilatı olarak ortak tatbikatlara başlamalıyız açıklaması dikkat çekiciydi. Son dönemde özellikle Türkiye'nin yerli ve milli savunma sanayi ürünleri Türk Devletleri Teşkilatı'na üye ülkelerin de rağbet gösterdiği konular arasındaydı ve tabii ki bu işbirliği denilince de Türkiye-Azerbaycan işbirliği son 5 yıla 10 yıla damga vurmuş düzeyde. Son günlerde Kızılelma'nın bir F-16'ya eşlik etmesi, ilk kez bir insansız hava aracının bir savaş jetini vurabilme kabiliyetine erişmesi ve son günlerde Altay tankından tutun da TB3'e kadar Türkiye'nin milli ve yerli savunma sanayi ürünlerinin göz dolduran başarıları, bunlar da tabii Türk devletlerinde dikkat çeken ve dikkatle ilgilenilen, takip edilen konular arasında. Yanımızda askeri ve güvenlik konularında uzman Sayın Adalet Verdiyev olacak. Hem son günlerde Kızılelma'nın bu başarılarını konuşacağız kendisiyle, hem de Türkiye'nin yerli savunma sanayi anlamındaki başarılarını konuşacağız ve işbirliği konularını da ele alacağız. Efendim yayınımıza hoş geldiniz. İlk kez bir insansız hava aracının bir jete kafa tutabildiğini gördük. Gökdoğan füzelerini gördük ve bu noktada Türkiye çalışıyor, ilk olmaya çalışıyor. Neler söylersiniz? Bildiğiniz kimi Türkiye dünyada döyüş paradigmasını, müharibə qaydalarını tamamilə yeni bir silahlı mübarizə metodlarıyla, yeni bir silahlarla zənginləşdirən bir global gücə çevrilməkdədir. Bugün Türkiye silah ihracına göre dünyanın ilk 11 ülke arasına girdi. Zamanında hatta mermileri bile ithal eden Türkiye bugün ihracda ilk sıralara doğru gelir ve bu da son değil. Dünyanın 180'den çox ölkəsi bugüne kadar Türkiye'den artıq silah almış. Bəziləri çox, bəziləri az. Amma bu deməkdir ki, bugün Türkiye silahına dünyanın neredeyse %75% artıq etibar edir. Tabii ki Türkiye'nin bu müdafiə sənayesi sayesinde elde ettiği nailiyyətlər Azərbaycanda da böyük rəğbətlə qarşılanır. Çünkü her birimiz üçün gün kimi aydındır ki, Türkiye'nin elinde olan ne var ise ilk növbədə Azərbaycan üçün təklif olunur ve burada əsas olan məsələlərdən biri de odur ki, Türkiye'nin müdafiə sənayesinin istehsal ettiği hem silahlar, hem gəmilər, hem təyyarələr, hem digər döyüş vasitələri, helikopterlər və s. sanki ağıllı bir sistem üzerine kurulmuş. Mesela Kızılelma dediniz, daha evvel kan barədə bilirsiniz, bu dünyanın Türk dünyasının bir gururu olacak bir silahlar. Ve burada Anadolu var, artık pilotsuz vasitələri daşıyan bir təyyarə daşıyan gəmidən bəhs edirik. Ortada bir Altay tankı var, Hürjet var, Gökbey var. Saymakla bitmeyen 30'dan çox raketsanın müxtəlif vəzifələr, müxtəlif döyüşlər üçün nəzərdə tutulan ağıllı bombaları, füzələri, raketləri var. Hansılar ki, görüş ötəsi ərazidə artıq hədəfləri vura bilir. Türkiye bir çox ilklərə imza atır. Ümumiyyətlə, müharibənin paradigmasını dəyişən bir silahlarla Türkiye güneş kimi müdafiə sanayisinə bir doğuş yapır. Bu fəaliyyətləri ardında bir siyasi iradə var. Cənab Prezident Recep Tayyip Erdoğan'ın
verdiyi təlimatlar əsasında Səlcuq Bayraktarın bugün yaptığı fəaliyyətlər, eləcə də Raketsanın, eləcə də Tubitakın, eləcə də Aselsanın elə bir silahlar istehsal edirlər ki, onlar bir-birini tamamlayır. Məsələ son günlərdə bütün dünyada ən çox danışılan qızıl elmadır. Qızıl elma tarixi bir ilkə imza atıb. Nə deməkdir? İlk növbədə bir qırıcı vasitə, heyl tipli PUA və pilotsuz bir vasitə havaya qalxır və burada bir atəş izləyirik. Amma əslində bu yalnız bir atəş deyil, uğurlu bir hədəfi məhv etmə deyil. Burada Murad adlanan AESA tipli radardan bəhs edirik. Bunun bugünkü imkanları 150 kilometr deyilir, amma bəzi qapalı müzakirələrdə 2 dəfə daha uzaq məsafələri aşkarlaya biləcək açıq bir arxitekturası var. Yəni modernləşdirilməsi davam edəcək. Böyük ehtimalla Qızıl Elmada 150 isə bu Kanda 300 olacaq. Nəyə görə? Çünki əgər Türkiyə 5-ci nəsil Çinin və ya Rusiyanın, ABŞ-ın təyyarələri varsa, mütləqa onun üzərində bir silah istehsal edəcək ki, ona tələbat daha çox olsun. Bu bir. İkinci, Qızıl Elmanın özümün özgənin deyə bir tanınma sistemi var. Yəni, o 100 kilometrdən uzaq bir məsafədə olan təyyarənin Azərbaycana mı ya düşmən bir ölkəyə mi aid olduğunu təsbit etmək üçün IFF adlanan özümün özgənin dost düşman sistemi var. O da Türkiyənin yerlidir. Başqa bir məsələ. Qızıl Elmanın görüş sahəsi arxasında bir hədəfi görməsi və onu avtonom bir rejimdə məhv etməsi və bunu da görüntülü olaraq 5 F-16-dan və Akıncıdan qeydə alınması dünyanı yerindən oynatdı. Buraxılan raket də Gökdoğan Raketsan istehsalı. Neymiş? 100 kilometrdən uzaq məsafədə hədəfi vuran bir raketdən bəhs edirik. 140 qram çəkisi var. Qızıl Elma isə 1500 kiloqram daşıya bilir. Yəni 10 kat daha artıq raketlərlə. Yəni bir Qızıl Elma nərdəysə bir döyüşdə hipotetik olaraq ona 10 ədəd reaktiv mühərrikə malik, yəni döyüş təyyarəsi hızı ilə uçan vasitələri vurmaq imkanına malik. Üstə gəl, bəzi sursatları da daxilində yerləşdirə bilir. Bu 5-ci nəsil qırıcılara xasdır. Ona görə biz digər sistemlərdə var, məsələn, optik sistemlərdə Aselsan ürətdi. Nə gözəl qurulmuş. Baxın, Baykar makina Qızıl Elma ürətir. TAI Kaan ürətir. Onların sursatlarını Raketsan ürətir, onların optik sistemlərini Aselsan ürətir və uyğunlaşdırma gedir. Bu sistemlərin hamısı da yerli və milli olaraq hazırlanan silahlarda tətbiq olunur. Yəni bunların heç bir ölkədən ithal olmadan özünün ürətdiyi bir istehsal etdiyi vasitələri yerləşdirdiyinə görə tam bitdiyində bu proseslər, onun idxalı, kiməsə satılması qərarı yalnız və yalnız Türkiyəyə aid olacaq. Bu çox böyük bir başarıdır. Digər tərəfdən isə biz artıq Qızıl Elmanı SİHA deyil, o doğru adlandırmırlar. Bəziləri artıq bu imkandan sonra, yəni pilotsuz, insansız bir hava vasitəsi əgər düşmənin yüksək hızlı bir hədəfini görüş ötəsində məhv edirsə, bu artıq qırıcılara, yəni F-16-lara və yaxud da digər Su-57-yə, Su-30-lara xas bir xüsusiyyətdir. Ona görə də biz Qızıl Elmanı artıq hava hücum vasitəsi olaraq, uçaq olaraq, sadəcə pilotsuz uçaq olaraq dəyərləndiririk ki, bunun da dünyada yenə də analogu yoxdur. Baxın, etdiyi nə var isə hamısı ilk olaraq dəyərləndirilir. Növbəti mərhələdə mən düşünürəm ki, Türkiyə daha böyük addımlar atacaq. Altay tankını gördük, Su-6'lar ürətilir, Anadolunu ürətdilər, Hürkuşu var, dəmir qübbə, çəlik qübbə adlanan bir sistemi yerli olaraq ürətilir.
Baxın, zamanında mərmi almayan bir ölkə bu günləri ölkə sahəsini kəndi imkanları ilə havadan müdafiə edir. Bunun biz Ukraynada, Suriyada, Liviyada, eləcə də Qəzzədə nə qədər önəmli olduğunu gördük. İranın özündə ölkənin havadan müdafiəsi çox vacibdir. Digər tərəfdən isə Türkiyə bu silahları elə bir sürətlə meydana çıxarır ki, biz onların sınaqlarını izləyib şərhlərini verə bilmirik. Birini oxuyub tutarmamış, araşdırmamış, ardınca digər biri gəlir. Üstəgəl bir dahası 30-a yaxın Türkiyənin yerli istehsal olunan qanadlı raketlər, yəni kruiz raket füzələr deyilir. SOM var onların arasında, bilirsiniz, Türkiyənin yerli istehsalı. Bombalar var, akıllı bombalar. Yəni hədəfə süzərək gedib hədəfi tapar. O bombaların arasında da beton dələn və ya zireh dələnlər var. Uzaq mənzilli roketlər barədə Gökdoğan, Bozdoğan barədə artıq bəhs etmişdik. Digər Akıncı Bayraktar ailəsində və hücretlərdə və s. istifadə olunan bütün sursatlar, ümumilikdə 30-a qədər sursat bu Qızıl Əlməyə inteqrasiya oluna bilir. Yəni 1500 kiloluk bir yük daşıya bilir. 3 ədəd hər qanat altında, qalanları isə qapalı bir yerdə. Yəni korpus daxilində yerləşəcək. Və maraqlı olan odur ki, Türkiyənin yerli istehsalı nə varsa bu təyyarələrdə, pilotsuz vasitələrdə, qırıcılarda istifadə oluna biləcək. Bu onu göstərir ki, Türkiyə tamamilə xarica bağlılıqdan, həm mühümmatda, həm sursatda, həm vasitədə, həm texnikada, həm dənizaltı, həm suüstü vasitələrdə kurtulmakta tam kararlı. Efendim çok teşekkür ediyorum. Sağ olun, yayınımıza konuk oldunuz ve son gelişmeleri bizler için paylaştınız. Sayın Adalet Verdiyev'le birlikteydik. Askeri politikalar uzmanı ve kendisi Türkiye'nin son dönemde atılım yaptığı savunma sanayindeki başarıları değerlendirdi ve bunun ileriye dönük sonuçlarını, etkilerini, bölgeye yönelik aslında etkilerini bizler için değerlendirdiğini ifade edelim. Bakü'de son notlar bu şekilde, sözü yeniden size bırakalım. Fatih Avanosov'a değerli konuğuna teşekkür ediyoruz. Bayraktar Kızıl Elma yeni bir çağ başlattı ve böylece dünyanın da gündemine oturdu. İşte Azerbaycan'da hangi yorumlar yapılıyor, nasıl değerlendiriliyor? Değerli konuğumuz bizlerle Türkistan gündemi için, TRT Havaz ekranları için paylaştı bizlere.